Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin tək başına dünya siyasətində söz sahibi olmadıklarını görürük və bir çox beynəlxalq birliyin mövcud olduğunun da şahidi oluruq. Birinci Dünya Müharibəsindən sonra qurulan Birləşmiş Millətlər Təşkilatı, İkinci Dünya Müharibəsindən sonra qurulan Avropa Birliyi, İslam Konfransı Təşkilatı, Ərəb Birliyi, Varşava Paktı, NATO kimi onlarla beynəlxalq təşkilat öz siyasətləri çərçivəsində fəaliyyət göstərirlər. Halbuki bu qədər birlik və təşkilat olmasına baxmayaraq, dünyada baş verən pisliklərin qarşısı alınmır. Buna görə də pislik edənlərə qarşı yaxşılığın, sevgi və şəfqətin tərəfdarı olan insanların birlik olması vacibdir. Əsrlərlə materialist və imperialist cəryanlar müharibə, işğal və dağıntılara səbəb olublar və bəşəriyyət üçün böyük təhdid meydana gətiriblər. Belə bir mühitdə İslam ölkələrinin güclü birlik qurmasının əhəmiyyəti daha yaxşı başa düşülür. Bu birliyin olmaması müsəlman ölkələr arasında ayrılıq və dağınıqlığa, İslam dünyasının səsinin yüksəlməməsinə səbəb olur və məzlum müsəlman xalqları müdafiəsiz qoyur. İslam coğrafiyasının bir çox yerində pis vəziyyətdə olan qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas edilməyi gözləyirlər. Bu günahsız insanların məsuliyyəti hər kəsdən əvvəl İslam dünyasının üzərindədir. Unutmayaq ki, müsəlmanların birlik olması Allahın Quranda bildirdiyi əmrlərdən biridir. Qovulmuş şeytandan Allaha sığınıram. İnkar edənlər bir-birlərinin dostlarıdır. Əgər siz bunu etməzsəniz, bir-birinizə köməklik etməz və dost olmazsanız, yer üzərində fitnə və böyük bir fəsad olar. Başqa Quran ayəsində isə və haqlarına təcavüz edildiyi zaman birlik olub müqavimət göstərənlərdir şəklində buyurulur. Uca Rəbbimiz bizə yer üzündəki haqsızlığa və insan hüquqlarının pozulmasına qarşı birlik olub ideoloji mübarizə aparmağı əmr edir. Müxtəlif ölkələr öz aralarında necə birlik olub hər sahədə yardımlaşırsa, İslam ölkələri də eyni şəkildə birlik olmalıdır. Məsələn, Avropa Birliyi necə iqtisadi, siyasi, hərbi, mədəni və ictimai sahədə geniş əməkdaşlıq edirsə, İslam aləmi də dünya tərəfindən qəbul edilmiş şərtlər altında birləşməlidir. Hətta burada bizim üstünlüyümüz ondan ibarətdir ki, bu birlik sevgi, dostluq və könül birliyi ilə baş tutacaq. İslam birliyinə qoşulacaq bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və hüquqlarına hörmət edilməsi öhdəliyə götürülməlidir. Beləliklə, üzv olan ölkələr öz dövlət strukturlarını qoruyacaq, qərarlaşdırılmış əməkdaşlıq isə xaricə qarşı bir millət kimi ortaq davranma fürsəti verəcəkdir. Üzv olan ölkələrin sərhədlərinin toxunulmazlığı, daxili işlərində hər ölkənin müstəqil olması, münaqişələrin sülh yolu ilə həll edilməsi, güc tətbiq etmək və təhdidə yol vermək əvəzinə sevgi ilə problemlərin həll edilməsi bu birliyi daha da gücləndirəcək. Fikir, vicdan, din və inanc azadlıqları da daxil olmaqla insan hüquqları və əsas azadlıqlara hörmət edilməsi bu birliyin dünya səviyyəsində qəbul edilməsinə səbəb olacaq. Sülh tərəfdarı olan İslamın tolerantlığı və Peyğəmbərimiz əleyhissalamın yaşadığı əsr-i saadət dövründəki sevgi anlayışı bu birliyin əsas prinsiplərinin formalaşmasına yardım edəcək. Az öncə bildirdiyimiz kimi, 57 İslam ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı 1967-ci ildən bəri fəaliyyət göstərir. Ancaq bu qurum bəhs etdiyimiz sevgi birliyinin xüsusiyyətlərini daşımır. Halbuki bu təşkilat BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatıdır. Bu təşkilat 1,6 milyard müsəlmanın problemlərini həll etmək, müsəlman ölkələri arasında əməkdaşlıq etmək üçün qurulub. Bundan əlavə 22 ərəb ölkəsinin üzv olduğu, Türkiyənin də daimi müşahidəçi kimi iştirak etdiyi Ərəb Birliyi də fəaliyyət göstərir. Ancaq hər iki birlik son dövrdə Misir, Suriya və Liviya kimi ölkələrdəki problemləri həll edə bilmir. Hal-hazırda
problemləri müzakirə edən, ortaq inkişaf və həll yolları axtaran sevgi birliyinin qurulması vacibdir. Biz istəyirik ki, gözəl memarlıqla inşa edilmiş İslam şəhərlərində müsəlmanların sülh və əmin-amanlıq içində yaşadığı İslam coğrafiyası təsis edilsin.